Bugün hansı çərşənbədir? Bugün ot çərşənbəsi olmalıdır, yoxsa soğuk? Bugün hansı çərşənbədir? Bugün mən bilən 3-cü çərşənbədir də yəqin. Bugün hansı çərşənbədir? Yer çərşənbəsi. Hansı çərşənbədir? Yel çərşənbəsi. Necə qeyd edəcəksiniz? İndi gedərəm şəhərə, orada tonqal falan qalacaqlar dövlət tərəfindən. İndi gedirik indi uşaqlığına ora. Yel çərşənbəsinin mənasını bilirsiniz? Yel çərşənbəsində səhv etmirəmsə gəl, yəni məncə səhv deyəcəm. Yəni küləklər falan şey olur, havalar falan dəyişir. Bugün hansı çərşənbədir? Yel çərşənbəsi. Mənasını bilirsiniz? Daha çox mənə deyilən budur ki, ağırlıqları hansı ki mənə belə izah olunmuşdu. İnsanın bu günə qədərki ağırlıqları hansı yükü daşıyırsa, yel onu daha çox götürüb bu ağırlıqları və insana yorğunluq verən təskinlik tapır. Yazın gəlməsində insan ruhu daha da canlanır. Yəni yelin vasitəsilə həm təbiət oyanır, həm insan ruhu oyanır və bununla da yeni bir ilə, yeni bir sezona daha hazır və gümrah başlamış oluruq. Bugün hansı çərşənbədir? Yel.